Tütünün hər növü zərərdir. Lakin əksər insanlar sağlamlığını heçə sayaraq zərərli vərdişlərdən istifadə etməyə davam edir. Onu bilmək də vacibdir ki, elə bu dəqiqə tütün məmulatlarını açsaz, bədəninizdə olan müsbət dəyişiklikləri görəcəksiniz. Siqaret, sulu və ya bir neçə dəfəlik istifadə üçün nəzərdə tutulan qəlyanlar. İstənilən növ tütün məmulatları bir neçə dəfə istifadədən sonra insanları asılı vəziyyətə salır. Asılılığın isə həm fiziki, həm də psixoloji forması var. Yəni bədən nikotinə öyrəşir. Beyin isə siqareti stres, rahatlama və ya vərdişlə əlaqələndirir. Bu da ondan imtinanı bəzən çətinləşdirir. İnsanlar tərəfindən siqaret gərginliyi azadan bir vasitə kimi həmin anda istifadə olunsa da, əslində bunun altda yatan məqamları üzə çıxarılmalıdır. Atandan sonra niyə səbəb olurlar? Çünki o emosional boşluğu doldurmaq üçün başqa bir vasitələri yoxdur, başqa bir alternativləri yoxdur. Çünki siqaret bir stres azaldan bir vasitə olduğuna görə artıq bir alternativ görmürlər həyatlarında. Siqareti atandan sonra bədəndə müsbət dəyişikliklər baş verir, həm qısa, həm də uzun müddətdə. Həkimlər bildirir ki, zərərli vərdiş atdıqdan sonra nəfəs alma asanlaşır, ağciyər açılır. 20 dəqiqə sonra qan təzyiqi normallaşır, nəbz demək olar ki, normala gəlir, ürək qan damar sistemi daha yaxşılaşır. Bundan başqa 8 saat sonra isə qandakı karbon monoksid dediyimiz zəhərli qazın miqdarı azalır və oksigenin miqdarı artır. Artıq biz 12 saat sonra isə qandakı karbon monoksid, yəni zəhərli qazın miqdarı tamamilə normala gəlir, toxumalar daha rahat oksigen qəbul etməyə başlayır. Həmçinin ilk 1 saat müddətində orqanizm nikotindən təmizləndiyi üçün əsəb, stres və baş ağrıları müşahidə edilə bilər. Bütün bunlar isə keçici əlamətlərdir. Səbr etmək, sağlam qidalanmaq, idmanla məşğul olmaq və ya təmiz havada gəzintiyə çıxmaq sizə bu mübarizədə qələbə qazandırar. Fərid Ələkbərli, Elxan Novruzov, Telesəhər.